Vah. İngiliz dili, Alman dili, Rus dili, Amerika'da magistr. Bir sözlə xəyal fıskırıq, sən möhtəşəmsən. Çox sağ olun Şəmsəttin müəllim. Amma bir məsələ var, cavan oğlan. Nə məsələ müəllim? Sən istədiyin ixtisas üzrə bizdə ştat yeri boş deyil. Şəmsəttinə. Buyurun Şəmsəttin. Tanış ol. Marketing departamentinin rəhbəri Gülağa bəy. Sağ olun cavan oğlan. Şəmsəttin müəllim, başqa bir istəyiniz olsa bir dənə əl çalmağımız kifayətdir. Şeytan. Deməli belə, sizin ixtisasınız üzrə yerlər doludur. Amma bir gənc kadr kimi sifdə mətbəxdə işləyə bilərsən. Mətbəxdə? Şəmsəttin müəllim, axı mən başqa xəyallardan gəlmişəm bura. Şəmsəttin müəllim. Şəmsəttin müəllim. Həmişəki kimi bir, iki gəndiniz. Tanış ol, insan resursları şöbəsinin direktoru, gözəllər gözəli Gülarə xanım. Şəmsəttin müəllim, yəni ürəyiniz başqa nəsə istəyərsə, bir dəfə əl çalmağınız yetər ki, mən sizin yanınıza qaça nədir Şəmsəttin müəllim, uça gəlim. Ay şeytan. Çox sağ olun Şəmsəttin müəllim, təşəkkür edirəm. Çağırın ha. Bu da şeytandır. Merhaba, sen bizde ne işe bakırsan? Benim məni tanımadınız. Rafiqəm də. Qaşıq Rafiq. Mən sizin iki gözümüz, iki əlimiz, iki ayağımız, iki... Bəsini də, Şəmsəttin müəllim, siz bu işçi axtarmırsınız, qulluqçu axtarırsınız. Yaxşı para, qarşı gələn danışma. Hələ əndərirəm səni. Qaşı. Atanam pəncərdən. Məni, siz mənə atacaqsınız. Bravo, Şüphilim çam verdi. Şəmsəttin müəllim, öz əllərimlə sizə sərif yapacağım. Şükrət. ayağını üstüne koymalıyım. Cavan oğlan, mesele Şəmsəttin, Mahəddin, Sədrəddin değil, şeytanlık bunların xislətindedir. Yurdum yuvam, ayaksız kendimiz, ata taban, akışan kendimiz, güzel olur sende yaygış bahar, güzel olur sende yaygış bahar. Neydi bu kağıdın adı? Dəmir. Sevirəm səni gözəl kənd. Dəmir də. Demir nedir? Dəmir. Neyse, elimdekine mukayyet ol. Sevirəm səni gözəl kəndimiz, kəndimiz. Xaləddin müəllim. Ay Xaləddin müəllim, bizim kəndimizin 3 böyük problemi var. Bu problemlərin birini həll edib bilsək, o biriləri xırda məsələdir. Ay get vermə, xırda salır, mən özüm də həll edərəm. Aşıda gelmiş de koy desin. Xaləddin müəllim, bilirsiniz, bizim kəndin bu su problemi bitmir ki, bitmir. Bu verdilə su daşımaq ayıbdır axı. Kəndimiz, 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 kəndimiz. Ha, ver onu buraya. Şerafet Belliyim. O kendin adı neydi? Demir tencəklə. Demir ne? Tencəklə. Bu demir mıncıklı kendinin su problemi ne diye böyle. Biz bu vaxtda danışmışdıq axı. Necə? Oldu Şərafət Bəlli. Oldu. Bu kəndin adını düz əməlli bilmir, durub o boyda yolu gəlib bura. Başka problemin var?
Getdik. Xaləddin müəllim, bu kəndin xeyir şər evi yoxdur. Yaxşı olardı. Ölümüz ölür, onun meydin qoyub ağlamağa yer tapmırıq. İmkan varsa bir xeyir şər evi. İşıqlı olsun. Yoruldu be. Peki oturaq. Ziyafət müəllim. Deməli bu neydi o demir ne? Dəmir tıncıqlı. Demir mıncıqlı kendi. Tıncıqlı. Mıncıqlı. Deməli orada qəşəng, yekə, İşıqlı. işıqlı, gözə gəlimli bir xeyir şər evi tikirsən, şəxsən birinci yasında özüm iştirak edəcəm. Aldı. O gün bir yerdeydi. Nadir diyecek. Bir de gidi ya. Problem kaldı. Bir balaca problemimiz də ondan ibarət ki, 2 həftədir bu kənddə telefon tutmur. Ne diyor bu? Deyir telefon tutmur. Kebap necə çıxır? Tatlıdır. Siz zəhmət olmasa dəhlizdə gözləyin. Yoldaşınızın xəstəliyi çox ciddidir. Ağır səviyyəli stresi var. Əgər mən dediklərimi tətbiq eləməsəz, stressdən öləcək. Günə yaxşı hazırlanmış səhər yeməyindən başlamalıdır. Daima əhval-ruhiyyəsinin yaxşı olmağına nəzarət eləyin. Günorta yeməyi də onun xoşladığı yeməklərdən olmalıdır. Axşam yeməyinə isə pişmiş bir steyk ya da ki, ət dilimlərindən ibarət xörəyin yanında zəngin meyvə-tərəvəz göyərti olmalıdır. Hər gün də iş yerinə aparmaq üçün səliqəli, sevdiyi yeməklərdən bir yemək çantası düzəldib hazırlamalısınız. Həftədə 2 dəfə ləzzətli balıq yeməyi də şərtdir. Balığın yanında sevdiyi o içəcəklərdən də olsa pis olmaz. Əgər ikinci bardağı istəsə, qətiyyən mane olmayın. Bu onu daha da rahatlaşdıracaq. Danışıqlarınız zamanı onun keyfini pozacaq heç bir mövzudan danışmayın. Şəxsi problemlərinizi qətiyyən dilinizə gətirməyin, yoxsa elə oradaca öləcək. Axşam üstü yatmamışdan qabaq lirik bir musiqinin sədaları altında onu asta-asta belə masaj eləyin. Əgər bu dediklərimi bugündən yerinə yetirsəniz, əriniz sağalacaq və ərinizlə birgə sizi gözəl bir həyat gözləyəcək. Həkim səhhətinlə bağlı nə dedi? Bu yaxında öləcəksən. Salam aleyküm əmin əvəzi. Necəsən? Nə var, nə yox? Əmim oğlu necədir? Atov deyirəm də. Mən evdə də dedim ki, mənim əmim oğlu görün necə igid yetişdirib ki, o cür böyük bir vəzifəyə onu layiq bilirlər. De görüm sənə nə lazımdır?
İndi sən də gərək qohum əqrəbanı yaddan çıxartmayasan. Mən istəyirəm ki, bizim uşağı sənin rəhbərlik elədiyin o idarələrin birinə işə düzəldəsən. Bir dənə ora qol çəkirsən, uşaq gedir oturur orada işində. Mən baxıram. Uşağın ixtisası bizim işimizin profilindən düzgün gəlmir. Ay səni sağ olasan, indi kim öz profili ilə işləyir ki? Dayı. Harda dayın, arxan dayağın varsa, gəl orada işləyəsən. Aki, dedim düzgün gəlmir daha. Sağ olun. Əminə bəs bir dənə qol çəkdi. Aki, sən and içibsən, məni infakt edəsən, hə? Əl çək dedim. Məndən əl çək. Əminə bəsi. Gedə bilərik. Əminə bəsi, xahiş edirəm, bir dənə bura qol çək də. Hə? Əminə bəsi. Əminə bəsi, bir dənə bura qol çək də. Nə olar? Əminə bəsi, bir dənə qol çəkdi. Dedim ki, yox. Dedim ki, yox! Əminə bəsi, bir dənə qol çəkdi. Sən əmilərinin canı, məndən əl çək. Eşitdin, əl çək. Belə üzd adam olar. Yox, bunu deyəsən məndən əl çəkməyəcək. Pəncərə. Əminə bəsi, inad olma. Bir dənə qol çək, uşaq geçsin otursun işində də, qalanı mənli idi, hə? Axı sən yaxşı əminə bəsisən.